Sahabelər gələrdilər Həzrət Rasulullahın yanına, namazdan sonra Allah Rəsulunu söhbətə tutardılar. İndi o sual verərdi, bu sual verərdi. Bəzən evinə gələrdilər, oturardılar, durub getmək bilməzdilər. Çünki Peyğəmbərdir da, indi sizdən, bizdən birdən məsələn əlimizə belə bir imkan düşər ki, biz Peyğəmbərin yanında oturaq. Ayrılarıq Peyğəmbərdən, ayrılmarıq. Bütün işimizi atarıq, deyərik, elə oturun Peyğəmbərin yanında. Danışmasa da elə üzünə baxın, deyərik. Sahabə də bu cürüdür. Amma Peyğəmbərdir, bu da bir insandır, bunun da bir öhdəliyi var, fərdi işləri var, ailə işləri var. Bu tərəfini unutmamalıyıq. Quranda bu cür keçir ayə ki, Allah Teala Əhzab surəsi 53-cü ayədə buyurur, sizin bu davranışlarınız Peyğəmbərə əziyyət verir. Amma Peyğəmbər sizdən həya eləyir, sizə heç bir şey bildirmir, etiraz eləmir, sizin xətrinizə dəyəcək bir şey etmir. Çünki mərhəmət Peyğəmbəridir, rəhmət Peyğəmbəridir. Quran-ı Kərimdə də buyurur ki, sizin üçün deyir, hansısa bir çətinliyinizə düşməyiniz, sıxıntıya düşməyiniz onun üçün əziyyətdir, ona əziyyət verir. Sizin üçün çox hərisli, siz çox istəyir, çox sevir Peyğəmbər. Həya eləyirdi Peyğəmbər desin. Bu ayənin ardınca buyurur ki, Allah buyurur ki, yəni Peyğəmbərin yanında çox oturub vaxtını almayın. Ardınca buyurur ki, Vallahu la yəstəhi minəl haqq. Allah haqqı söyləməkdə həya etməz. Həya xüsusiyyəti barədə hədislərimizə müraciət etdikdə görür ki, Peyğəmbər və Əhl-i Beyt imamlarından nəql olunan hədislərdə həya xüsusiyyətinin əhəmiyyəti barədə çox buyurulubdur. Çox tövsiyə olunub ki, insan bu xüsusiyyətlə zinətlənsin. Çünki bu xüsusiyyət insanda başqa xüsusiyyətləri formalaşdırır. Əxlaqi dəyərlər bu cürdür. Bir əxlaqi dəyərə sahib olursan, həmin əxlaqi dəyər səndə başqa bir fəzilətlər meydana çıxarır. Ki, həyanın insanda yaratdığı müsbət keyfiyyətlər hansılardır? Hədislərimizə əsasən bir neçəsini qeyd edirik. Biri budur ki, həya imanın göstəricisidir. Həya insanın imanının göstəricisidir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, həyası olmayanın imanı da olmaz. Həya imanın göstəricisi. Mömin həya xüsusiyyəti ilə vəsf olunmalı. Çünki həya insanın şəxsiyyətini qoruyur. İnsan öz şəxsiyyətini formalaşdırmaqdan ötürü, izzətini, şərəfini, iffətini qorumaqdan ötürü həya xüsusiyyətinə sahib olmalıdır. Digər hədislərdə görürük ki, həya bütün əxlaqi dəyərlərin başı hesab olunur, tacı hesab olunur. Yenə İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur bu hədis ki, imam buyurur ki, əxlaqi dəyərlər bir-birinə bağlıdır. Bir əxlaqi dəyərdən digər əxlaqi dəyər formalaşır. Əxlaqi dəyərlər bir-birinə bağlıdır. Allah deyir, əxlaqi dəyərləri insanlar arasında bölüşdürübdür. Bəzən görürsən ki, bir insan filan əxlaqi dəyərə sahib deyil, amma onun övladı əxlaqi dəyərə sahibdir. Görürsən ki, qulda var bu əxlaqi dəyər, amma o ağasında yoxdur əxlaqi dəyər. Sonra imam buyurur ki, doğru danışmaqdır, ehtiyacı olana yardım etməkdir, yaxşı iş görəni mükafatlandırmaqdır, əmanəti qorumaqdır, qohum-əqrabi ilə əlaqə saxlamaqdır, qonşuya, yoldaşa mərhəmət göstərməkdir, şəfqət göstərməkdir, gələn qonağa hörmət etməkdir. Bir neçə xüsusiyyət sayır, deyir, bütün bunların hamısında rəsuhunnəl həya. Bütün bu xüsusiyyətlərin deyir, tacı başı həyadır.